SideFX kanalının yeni videosuna xoş gəlmisiniz. Bu videonun başlığından gördüyünüz kimi FVG nədir, IFVG nədir və önəmli IFVG, FVG səviyyələri haqqında danışacağıq. Vaxt itirmədən videoya keçək. Amma onu deməliyəm ki, bundan əvvəl video çəkdim. Videonu çəkdim, bitirdim, hər şeyi bitirdim. Çox qəşəng burada izahımı elədim. Ardından nə oldu desəz, baxdım ki, kayıt açıq qalmayıb. Ardından ikinci dəfə girdim elədim. Necə oldusa texniki bir problemdir, nədirsə başım çıxmır. Yenidən kayıt açıq qalmayıb və bu videonu artıq 3-cü dəfə çəkirəm. Əslində bir qədər yaxşıdır ki, danışacaqlarım mükəmməlləşib hazırda. Çox sürətli şəkildə izah etməyə çalışacağam. FVG nədir, IFVG nədir desək, sürətli şəkildə vaxt itirmədən danışaq. FVG və IFVG qrafikin hərəkət etdiyi istiqamətdə çox sürətli şəkildə hərəkət edərək displacement yaratmasıdır 3 şamla birlikdə. Yəni necə izah eləyək onu? Praktiki yolla göstərsək, burada bir qrafik çəkmişəm özümdə. Təşkil nədən ibarətdir? Burada görsəz ki, likvidasiya videosunda gördüyünüz kimi burada konsolidasiya yaranıb. Konsolidasiyanın likvidasiya alım nəticəsində təmizləyib buraları və üz aşağı sürətli şəkildə düşüş eləyib. Burada bir nə qədər FVG-lər yaradıb, yəni displacement yaradıb. Və eyni zamanda biraz duraqsama səviyyəsi, yəni konsolidasiya. Burada konsolidasiya eləyib, ardından likvidasiya alıb burada. Likvidasiya alımı zamanı eyni zamanda burada FVG-dən təsirlənərək aşağı düşüb. Bizim də order flow strategiyası yaxud başqa strategiyalarda istifadə etdiyimiz şey kombinasiyalardır. Biz həm eyni zamanda likvidasiya alımından, həm eyni zamanda FVG-dən istifadə edirik ki, əməliyyatımızın təkrar olma ehtimalı daha yüksək olsun. Baxın, eyni şəkildə yenə davam edir. Gəlir burada konsolidasiya eləyir. Burada həm likvidasiya alımı eləyir, həm də ki, burada FVG-lərdən təsirlənərək aşağı düşür. Burada məsələ budur. Çox sadədir. Yine təcrübəsiz traderlər var və s. baxmayanlar var. High time frame-də görə bilər ki, burada məsələn, indi burada qrafikin bu qədər hissəsinə baxsaq, sadə bir hissəsinə baxsaq, buranı görmürük. Amma əslində burada bir hədəf var. Deyək, qrafik gəldi, bu hədəfi aldı. Mən görmüşəm, lakin hansısa bir təcrübəsiz trader bunu görməyib. Fikirləşir ki, bir dəfə, 2 dəfə, 3 dəfə bu sistem işləyir. Fikirləşir ki, gələcək buradakı FVG-dən yəni təsirlənəcək, burada konsolidasiya eləyəcək, təsirlənəcək, düz aşağı gedəcək. Amma bu belə olmur. Hər zaman daha doğrusu belə olmur. Onun dediyi kimi də ola bilər, mən dediyim kimi də ola bilər. Amma belə olan zamanlarda həmişə gözləmək lazımdır. Belə hədəflərin alındığı zamanda mütləqdir gözləyəsən ki, sən qrafiki görə biləsən. Yəni aldanmayasan qrafiyə, uduzmayasan. Burada görürsünüzmü? IFVG yaradıb özündə. Mənim göstərdiyim misaldır bu təbii ki. Buradakı FVG-lərə təsir eləməyib. IFVG nə desək, təkcə I hərfi var burada artıq. FVG-nin eynisidir, lakin əks istiqamətdə. Üz aşağı düşüş eləyib və burada FVG hörmət eləmədən yuxarı qalxıb. Yuxarı qalxdığı zaman burada IFVG yaratmış olur. Burada müxtəlif anlayışlar da var. MSS də var, order block da var. Mən özüm strategiyamda yaxud işləmə qaydama uyğun olaraq onlardan istifadə eləmirəm. Mən bunları eləmədən qazana bilirəmsə, yüksək win rate-ə sahib ola bilirəmsə, deməli sən də ola bilərsən. Yəni beynini çox lazımsız şeylərlə doldurmağa ehtiyac yoxdur. Mən demirəm MSS order block lazımsızdır, onlar heç vaxt sizə lazım olmayacaq. Əlbəttə bir zaman gələr lazım olar. Lakin mən öz günümdə, öz hazırda istifadə etdiyim qaydalarıma əsasən mən onlara fikir vermirəm, yəni fikir yetirmirəm. Bəlkə də məndən çox bilənlər var bu sahədə, bəlkə də məndən daha çox anlayışa sahib olanlar var, amma hazırda heç bir nəticəsi ortada yoxdur. Mənimsə sizlərin qarşısında öyrəndiyim şəkildə, yəni mən bunları müəyyən qədər öyrənmişəm, çox böyük bir başarım olmasa sizlərin qarşısında bunları eləməyə çalışıram və eyni zamanda bu sürəci sizlərlə paylaşıram. Yəni çox sadədir. Sadəcə olaraq necə izah edeyim? Mən onlara fikir vermirəm. IFVG-dir deyək, IFVG-dən təsirlənib, eyni IFVG-nin təks istiqamətində IFVG-dən təsirlənib yolunu davam edib. Burada displacement IFVG yaradıb, IFVG-dən təsirlənib yoluna davam edib. Bu şəkildə qrafik öz yoluna gedir. Burada bundan əvvəlki videoda göstərdiyim eynisini desək. Burada məsələn gəlib qrafik bura konsolidasiya eləyib, öz aşağı buradakı FVG-dən təsirlənib, misal üçün deyirəm amma yuxarı qalxıb biz burada order flow strategiyasına uyğun olaraq burada bir nərdivan şəkilli high'lar buraxır, nə qədər low'lar buraxır. Gəlir buradakı FVG-dən təsirlənib, stopu qoyuruq, take profit qoyuruq, buradan açılıq əməliyyatı və take profit olur. Çox sadə. Eyni əməliyyatı baxın, eyni şəkil burada var. Bu hissə yoxdur təbii ki. Görürsünüz, yuxarı qalxır, burada bir neçə FVG-lər buraxır özündə. FVG-dən ardından nərdivan şəkildə öz aşağı eniş eləyir. Mən də strategiyama uyğun tam FVG-nin ortasına enter qoymuşam və take profit hissəm, stop loss hissəm. Bu əməliyyatda mən Telegram kanalımda paylaşmışdım. Çox qəşəng əməliyyat idi. Yəni baxmadım düzgün əməliyyatın gedişatına. Vaxtım olmamışdı, amma çox qəşəng əməliyyat idi. Eyni şəkildə baxın, burada da görə bilərik onu. Buradan aşağı düşüb, burada likvidasiya alma eləyib, burada bir neçə FVG-lər buraxıb özündə, konsolidasiya nə qədər eləyib, likvidasiya alımı ilə yanaşı, buradakı bütün hər şey təmizləyir, likvidasiya alımı ilə yanaşı, burada FVG-lərin təsirlənib, üz aşağı çox sürətli eniş eləyib. Buradakı şəkillər əvvəlki videolardan qalıb, yəni FVG-ni başqa cür harda misal kimi göstərmək olar. Baxın, burada bir misal var, məsələn, gəlirsiniz burada, yaxından göstərim,
üz aşağı düşən zaman displacement yaradıb və gəlib FVG-dən təsir edən üz aşağı sürətli hərəkət yaradıb. Məsələn, burada üz yuxarı qalxan zaman çox sürətli olub, müxtəlif FVG-lər yaradıb. Ondan gəlib təsir edənləri yuxarı gedir. Yəni qrafik heç vaxt tam üz aşağı yaxud tam üzü yuxarı hərəkət eləmir. Çox sadədir yəni anlayışlar. Yəni diksiyam biraz qəribə ola bilər. Sizlər üçün hər şeyi çox sürətli şəkildə izah etməyə çalışdığım üçündür bunlar. Yəni vaxt itirməyinizi istəmirəm. Eyni zamanda özüm də artıq 2 videoda vaxt itirmişəm. Bunda vaxt itirmək istəmirəm. Bu zamanlarda protection çox pis olur. Biz bu zamanlar əməliyyat almırıq. Ona görə gözləyirik ki, bu elə FVG-lərin təsir alan zaman, belə FVG-lərdən təsir alan zaman bizlər üçün qəşəng qrafik momentlərdir. Yenə dediyim kimi, FVG və IFVG demək olar eyni şeydir. FVG məsələn yön istiqamətində, IFVG isə onun əks istiqamətində, reverse zamanında olur IFVG-lər çox zaman. Önəmli IFVG, FVG səviyyələri nədir desə, likvidasiya anlamında dediyim kimi, high time frame səviyyələrindəki FVG-lərdir. Məsələn, 4 saatlığa gələk, high time frame üçün kifayət qədər vacib bir lazımi time frame-dir. Görürsünüz, burada üz aşağı sürətlə eniş eləyib. Bu zaman çoxlu FVG-ləri buraxıb burada. Gəlib burada konsolidasiya eləyib bu FVG-dən təsir edib üz aşağı düşüb. Burada da eyni zamanda yaranıb belə bir şey. Burada bir çox FVG-lər var. Görürsünüz, üz aşağı düşən zaman. Gəlib burada konsolidasiya eləyib. İndi buradan hər hansı bir yerdən misal üçün bura formal xarakter daşıyır. Heç bir yatırım tövsiyəsi daşımır burada. Formal şəkildə çəkmişəm ki, gəlib buradakı FVG-dən təsirlənsə üz aşağı bir əməliyyat açmaq olar. Çünki trend görürsünüzmü? Üz aşağı gedir. 4 saatlıqda üz aşağı fikirləşirik. Mən burada long almağıma baxmayın, yəni üz aşağıdır trend. Təbii ki, bunları demək üçün hərəkət çox tezdir. Bugün 1 martdır. Sabahları bazar açılır. Müharibə nəticəsində bazarda çox böyük dəyişkənlik olacaq. Bunun haqqında Telegram kanalında yetəri qədər məlumat paylaşmışam və çoxlu məlumatlar paylaşmağa davam edəcəm. İnşallah hər birimiz bu yolda uğurla nəticələnəcəyik. Çox yaxşı şeylər başaracağıq. Bu videoda sənə FVG nədir, IFVG nədir, onların işləmə qaydası, önəmli səviyyələr haqqında danışdım. Eyni zamanda hansısa sənə bir sual qalıbsa, gələ bilərsən Telegram kanalıma. Oradan istədiyin sualı verə bilərsən. Maksimum operativ şəkildə suallara cavab verməyə çalışıram. Eyni zamanda oradakılar da mənə dəstəkləyirlər. Bu qədər. Bu videoda çox sadə oldu. Qəşəng maksimum sadəlikdə sənə izah eləməyə çalışdım. Oldu. Özünə yaxşı bax. Hələlik.